Yapışmır ki. Ye. Ağzı yaxınlaşdıranda udumaq asan da olur deyilən. Onun adı udondur. Amma qəşəngdir. Bunu bəyəndim. Abi biraz da ne? Aha sağ ol dadana. Ay, bu nədir? Misal üçün mən Yapon dilində saya da bilirəm ona qədər. Say görüm. Bax, H, Ni, San, Si, Go, Erk, H, H, Q, Cu. Ay, çox qəribə qoxusu var. Nə oldu badam? Pendir var. Udurmaq mümkün deyil, o qədər pis dadır. Bunu yeyərsən yoxsa meymun ətini? Meymun etin. Dadlıdır. Yalan deyirsən. Özüm sən xoşuna gələcək. Ay, bundan heç qəşəng iyi gəlmir açığa. Sarvaz bir söz deyim. Xoşuma gəldi. Salam əleykum, necəsiz? Salam, yaxşı, siz necəsiz? Salam əleykum, necəsiz? Salam yaxşı olsan, nə tər? Sizin Sağ olun, yaxşı olsun. ikinizi bir arada görmək nə qədər xoşdur. Gözlərim yaşardı. Mehriban düşmənlər. Biz kim deyir onu? Qırırsınız da bütün Kim gün. deyir onu? Salam əleykum, necəsiz? Sağ olun, siz necəsiz? Sən bu gün dəyişmisən. Artıq deyəsən Eyşənin duası qəbul oldu. Sabina yerinə özü gəldi. O qədər dedi asan xidmət. Bu arada Eyşən bizim baş operatordur. Həmişə arxadan bəzən səsi eşidilir. İndi də özü görsəndi. Həmişə hər kəsə müdaxilə edir. Ağıllı fikirləri var. İndi dedik budur, hodur meydan. De görüm indi yeyə biləcəksən bu yeməkləri. Mən əslində çox acmışdım bura gələndə. Orada niyə acmışdım? Səhər tezdən bir sənə çəkilişdəyik. Hə, biz Survivor çəkirdik. İştirakçılar az İştirakçılar az qaldığına görə biz də az qalırıq. Yəni Salam əleykum. Salam. Necəsiz? Çox sağ olun sizə. Yaxşı olasınız. Yenə Tutu xanım Bəli, öz modunda bəli. gəlib. Üzdə yenə yorğunluq var, amma təbii ki, yəqin ki deyəcək ki, yox. Yox, yaxşıyam. Enerjim əladır falan. Əladır. Hər dəfə yemək yeməyi sevirəm deyirsən, amma gəlirsən 50% yeməkləri bəyənmirsən. Mən elə boş qabı bitirirəm. Sən boş qabı bitirirsən. Görəcəyik. İlk yeməyimiz gəlsin. 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 Asiya mətbəxi. Asiya mətbəxidir. Bu Təşəkkür bu nədir edirəm. ki? Yapon yeməyidir bu. bəli, Yaponiyanın yeməyidir, udon ərişdəsidir. Nə işləsi? Udon. Udon ərişdəsi. Udon. Nədir ki udon? Udon ərişdənin növü. Bilmirəm, udon nədir? Udon bilmirəm nə. Sən də növün bildim. Yox, udon bilmirəm nədir. Bəlkə udandan söhbət gedir. Ola bilər elə. Çox qəşəngdir ya. Udandan deyil. Allah. Nədir bu? Spagetti. Nə? Spagetti. Yaxınlaşdım. Toyuq göbələk var. Göbələkdir bu. Toyuqlu udon ərişdəsidir. Udon? Udon. Nisbətən Ərişdə. yumşaqdır, elastikdir, toyuqludur. Biraz da bulyon üstünə əlavə olunub, fərqli bir tərzdə hazırlanma üsulu olunub. Və ən əsası bu Yaponiyanın mətbəxinə aiddir, yəni Yapon mətbəxinə Pis olmaz. aiddir. Nuş olsun. Sağ olun. Spagetti. Asiya mətbəxinə oxşuyur. Asiya mətbəxinə oxşuyur. Amma Əla. hansı Asiya? Yaxınlaşdım. Bu Yapon mətbəxidir. Udon ərişdəsidir. Udon. Toyuqlu udon ərişdəsi deyirlər. Yaponlar sevirlər belə. Biraz belə fərqli soslarla, göbələklə hazırlayırlar. İçərisində bibər var. Hal-hazırda badam həmin ərişdələrlə bir növ savaşır. Bunun adını bilirsiniz. Elmir bilirsən? Bir dəqiqə. Elmir nağara çalmırsan, Elmir. Elmir qoşa nağara deyil. Hə, elə. Kırıldı. Hadi elə. Kırdın. Ha, elə olur da. Ne varsan? Ayırıram da. Niye? Dedim sən də xəbər ayırıram. Hadi səyə qoysan çox qoyuram da elə. Ha niye ayırırsan? Nədən niyə ayırırsan? Yaxşı bu nətə tutula bilsən? Yox, da indi o öyrənəcək də gözlə. Gözlə bir dənə. Bir dəqiqə, siz nə etməyə çalışırsınız orada? Mən öz taxtamı silirəm.
Taxtanı niyə siz? Məndə çox batdı da, yuxarı getdi, əlimlə indi yapışamayacağam. Zar neyirsən hal-hazırda? Mən bunu tutmağa çalışıram. Sizə bu zülmü niyə verir bizim prodüserlər? Yapışmır ki. Bir Mən götürdüm. Zar yenə öz saççılıqla əlləşənə kimi. Ye. Deyirdin sushi yeyəcəyik falan. görsən Sabinasız suşiyə gedir. Mənim bir dostum var. Hə. Atası Amerikanlıdır, anası Yapondur. Və səndən Nə dost. var? Zarafasız. Nə dillə danışsın Jack onunla? Yokohamadır. Bu nə danışır? Zarafasız. O mənə demişdi ki, bu yeməyin adı niyə udondur deyim. Çünki biraz xamırı bunun maraqlıdır. Hə. Və sadəcə ağzıma yaxınlaşdırdım. Udmaq yavaş ol lan. Gözümə dolmuş. O pişidir. Bura yemək Allah yer. qiyar sənin. Ağzına yaxınlaşdıranda udmaq asan da olur deyilən. Onun adı udondur. Hə, o sən bu gün Allah haqqı buradan çıxartdın. Bu dəqiqə yarandı hə bu. Udondur, ona inanmıyorum. Ud. Xoşuma gəldi. Amma qəşəngdir. Bunu bəyəndim. Maşallah. Bu dəfə açsız deyəsən. İştahlısız. Qəşəngdir. Sevdin sən? Sən qəribə yeməkləri sevirsən niyəsə? Qəribə deyil axı. Dadlıdır. Nə dadı gəlir? Məsələn, izləyicilər üçün təsəvvür yaratmaq üçün. Nə dadı gəlir. Adi heç ərişdə deyəndə yəni də vermişil də normal xəmir yeməyidir də. Və spesifik bir şey yoxdur. Sadəcə belə ədviyyatında hə var. Tamam. Neçə bal verirsən bu yeməyə? 10. 10-da 10. Oo. Bəyəndim. Demək ki, Tut xanım bəyəndi. Bəyəndim. Bizdə bir bölümdə xatırlayırsınızsa, Elbəy söz vermişdi ki, qurbağa gətirəcək. Bəli. Xatırlayırsınız və bütün buradakı əməkdaşlar qurbağa ətini yesə, ya hansısa bölümümüzə sponsor olacaq, ya da bütün komandana hardasa qonaqlıq verəcək. İnşallah o bölüm bu bölüm değildir. Yox, bu bölüm deyil, narahat olmayın. Hələ ki qurbağamız yoxdur. Elbəy gedib hələ ki tapmağa qurbağa. Məncə bir qonaqlıqla yəni qurbağa yəni bir qonaqlığa dəymir. Neçə bal verirsiniz bu yeməyə? 10. Mən bəyəndim. Çox 7. bəyəndim. Niyə 7? Xanımlar sevir axı bunu. Nə bilim, məncə daha dadlı ola bilərdi deyə düşünürəm. Nə var? Gördün? Bilirəm, əlim əvırma, nəysə elə. Sən niyə əl vururam? Birdən çaşırsan, vurarsan əlimə, dəyməsin. Bir də əlinə bir dənəsini yeyib baxım. Bir dənəsi. Dənəsini dedim, qısopla, az. Yavaş-yavaş öyrənəsən. Gəl kömək eləyim. Nə vursun? Vurma əlim. Bir dənəsini mən əlimlə belə tutsam yemərsən? Yox, zor. Sənə aid. Əlim dəyən yer özüm yeyəcəm. Gör nə deyirəm. Yox, bildim. Sırf sənə xas bir hərəkətim deyil. Yəni özün görmüsən də ki. Başa düşdün? Əlim dəyən Hə, yeri bu deyirəm özüm adam yeyəcəm. titizdir də, çimçəşir də, yeyə bilmir. Niyə əl çəkində bu Elmirlə barışın da yəni artıq. Yox, bax, əlim dəyən yeri özüm yeyəcəm. Çimçəşmək də, Sadəcə yəni belə yarısına iyrənmək. kimi sən yeyirsən. Gəl ona Amma bir sən dənəsini də- seçeyim yaxşı. Hə, seç. Uzunu seç. Ağac hə. Deyən qırılacaq. Bax, uzun vermə. Ağac Bax düz babara qədər yeyəcəm, Hə, ondan yaxşı, sonra. yaxşı. Bunlar nə göstərir orada? Bu nə şoudur bu kimi yaşayırıq Aşağısını. biz. İlan kimi çıxardıb Abraşdan. ki. Ağac sağ ol, dadına. Ha, ye də. Ben bildim sən pul versən. Burada da belə çıxır ki, Zara güvən yoxdur. Əlim dəyən yeri özüm yeyəcəm. Hadi getsin. Gəl məndə taxtı ilə verim ağzı var. Nə bax, qatışdır deyə. Ver. Ver taxta bu. Niyə öz taxtanla ver də? Yox, sonra mən onu nətər yeyəcəm bəs. Siz nə edirsiniz orada? Hal-hazırda yəni
Neçə bal verirsiniz buna? Mən 10. 8. Niyə? Zaur, çox da yaxşı deyir axı. Məsəl Ay, heç üçün nə qalmayıb. Deyir yaxşı deyil. Az qat çubuq yesin, deyir yaxşı deyil. neçə bal verirsiniz buna? 10 bal. Cidden çox xoşuma gəldi. Amma mən əslində 10 bal verərəm buna. Amma ikinci yeməyi bilmirəm deyirəm nədir. İstəmirəm 10 bal verim. Deyirəm heç olmasa bir 9-8 bal verim ki, o axırında Ver. yeməyi görüm nədir. Tamam, gəlsin ikinci yeməyə. Gəlsin. Gəlsin ikinci. Yanında qaşıq Ay, var. o elə bir içində cücü var. Bugün bir kasadan yeyəcəksiniz. Qəşəng Yapon mətbəxinin ən sevimli şorbalarından biri gəldi. Kofe oxşuyur elə bir kofeni töküb içəndə nə saftı var. Bu miso şorbasıdır. Bəli, yosundan hazırlayırlar. Ay, bu nədir? Aha, başladıq aylara. Ay, O rəngi heç qəşəng görsənmir. bu miso şorbasıdır. İçində ot var. Yapon mətbəxinin ən məşhur və gündəlik içilən ənənəvi şorbalarından biridir deyə bilərik. Yəni Yaponlar demək olar ki, hər gün bu supdan içirlər. Ha. Yəni bizim üçün məsəl üçün ərişdə, mərci, toyuq supu nədirsə, onlar üçün də bu miso şorbası belə bir şeydir. Otun dadı gəlir. Dəniz yosunu Ey var dadı içində. deyirəm. Hə. Dəniz deyirəm. yosunu. Dəniz iyi gəlir. Sən belə yeməkləri sevirdin axı, yəni Maharda sevdim. biraz belə qəribə yeməklər. Sevirəm, hələ dadına baxmam, bəlkə sevəcəm. Krevetka, Prost karma. görünüşü zadı qəşəng görsənmir. Necə yeyildi bu? Sən ye. Əvvəlcə sən başla, Zaur iyrənmir onsuz da. Sən başla, sonra Zaur yer. Çox pis iyi var ha. Nə iyi gəlir. Kafası yeyə bilərsən sən canım hamısını. İyi həbs gəlir. Hal-hazır nə yeyirsən sən, Elmir? İynəməyi keçək də artıq. Elmir, orada pendir var. O pendirlə Arda qalmadı mı ha pendir? Yəni var. pendirlə yosunu eyni anda yedə zəhmət olmasa. Yosun da al. Var yosun var. İçində var yosun? Var yosun. Yox. Nədir bəs bu qaralar? Gözə qoy. Hə, yaxşı olubsan qoy istədiniz. Ha. Suyundan çox udu yekir olsun deyir. Səbir Yəni bir də ol, səbir ol, gözlə. səbir ol. Gözlə hə bəs pendiri qoyma da. Da bəs ye. Bir dənə bunun dadına bax, bilək nədir, nə deyil. Bismillah. Nə yox. Yox. Dördüncü qaşıqda yox deyirsən. Sağ 4 qaşıq yeyirsən, nətər oldu indi yox dedin. Ay çox pis iyi var ya. Bir Nə dənə zar iyi ye. var? Bir dənə zar da yesin. Zar bir dənə sən Bir dənə ye. ye. Ürəyini ye də Hamısı səndə, zar. hamısı səndə ya bu dəfə. yaxşı. Niyə? Qabağa qoy, götürmə. Bunun içində ət var. Növət yoxdur. Bir yosun var, bir də pendir var. Çox pis iyi var ya. Sən niyə eləyirsən yeməyi? Meymunsun. Yaxşı, dadlıdır. Hı. Mən bir söz deyim. Qəşəng bəyəndim mən də. Bayaq dedim ki, nə idi o şeyin adı? Udana ki. Bu da mən ki. Hə, söyürsən, söyləmə burada. Yox, söyüş deyil ki, udana ki. Yapon adında o üstündə şey daha salam aleyküm. Yapon dilində elədir. Sabahın xeyirli. Udana ki. Udana ki. Zarafası belə udana ki deyil. Hə. Məsəl üçün şey var orada, Zenguz'dakı var. Bilirsiniz onu? Kiba'dakı var. Hə, yaxşı yeməyi ye, çibadaçı. Allah düz deyirəm. Hə, işə düşmüşük. İnanmır. Mən abi ümumiyyətlə Yapon mədəniyyəti ilə çox maraqlıyam. Məsəl üçün mən Yapon dilində saya da bilirəm ona qədər. Say görüm. Bax, H, Ni, San, Si, Go, Erk, H, Q, Cu. Düz dedin. Mən bilmirəm, şəxsi ona görə təsdiqləyəm mən. Saya bilirəm. Amma 5 qadır. O bir dənə səhv fırlatdın, yalandır. H, ne, san, şey, qa, raç. Go, Erk, H, Q, Cu. Bu nədir? Hə, belədir. 5-ə qədər qəşəng gəlirsən, 5-dən Hə, sonra nəysə, indi yəni bildiyim budur. deyəcək ki, bəyəndim. Amma bənim canım. Ha, gördüm. Deyirəm də bu sevir belə qeyri-adi yeməkləri. Artıq qəribə mətbəx var, onu söyləyim. Çin mətbəxində hamı sevmirdi, bir dənə bu bəyənmişdi yumurta.
Qəbul. Çiğnənirəm. Pendir var. Pi deyil o, pendirdir. Pendir. Gəlmirəm. Amma yedin ha maşallah axıra qədər. Uca suyun artıq zaur kimi yeməyə başlamısan sən də. Yox, gəlmir deyə belə. Amma gəl. Maşallah, nuş olsun. Bu bildiyimiz yosundur ha. Bildiyimiz yosundur. Dənizin qırağında olan Onda yosun. Xəzərdəki yosundur da, bu biraz başqa cür yosun. Mən əslində dənizə gedəndə həmişə boğulduğum üçün, həmişə nəsə su uduranda o yosunla bu yosun mənim üçün eynidir. Ay, çox qəribə qoxusu var. Nuş olsun. O da pişmiş pendirdir. Ne oldu badam? Pişmiş pendir çox bərbad dadır. Sabina, necəsən? Niyə? Bərbad, çox pis, çox iyrənc dadır. Tutu sevmişdim. Şübhə elədim tutunun damaq zövqünə. Mən tuta bilmirəm da. Tutunu tuta bilmirəm. Tutu toputu. Tutunun zövqünü tutmaq olmur. Badam iyrənəndə niyə sol tərəfinə baxır? Hələ onu mən çözməyə çalışıram. Hə, qusanda bu tərəfə belə qusur deyə. Neçə bal verirsiniz buna? 0. 0 vermək olursa 0. Yaxşı, verin 0. Mən bu yeməyə 4 bal verdim. Sən neçə bal verirsən? Bu yeməyə 1. 1 bal. Çox pis, kəskin iyi var idi. Bayaq mən nə dedim? Dedim ki, onu hələ dəqiqləşdirə bilmirəm, 10 verim, yoxsa saxlayım 8 verim, bu bəlkə. Bunu 10 verirsən? Yox. O 10 o birsəydi. Buna 6. Hə, buna 6 7. Hə, 7 mənə görə. Duzludur. Nuş olsun. 8 verdim. 8 Pendirə görə qırdım o 2 balda. Tamam. Növbəti Olmaz yeməyimiz həzər. gəlsin. Bəli. Gəlsin. Nəyə oxşuyur? Suyu axı. Ay, bundan heç qəşəng iyi gəlmir açığa. Məncə bunu bəyənməyəcəm. Bu kuşiyaki kalmardır. Kuşiyaki kalmar. Bu valla xarab olmuş yemək gəlmir. Fərqli soslarla hazırlayırlar. Bir də onların kababıdır da, belə deyil. Mən ömrümdə bir dəfə kalmar yemişəm. Çox iyrənc idi. Yəni Bu da ilk ikinci dəfə olsun. yeməyi düşünmürdüm. Buyurun, nuş olsun. Başlayın. İndi başlayırsan, qoy bir dəfə mən başlayım. Hərənizə bir Poşetin dənə üçün ayrı-ayrıdır. Yo yo yo. Hə, məsələ yox. İkimiz də bax bu çöpün bax 2 dənədir. Hə. Bax biri mənim, biri sənin. Hə. Mən bunu götürürəm. Əli ilə. Hə. Hə, götür. Şu. Götür ürünü. Ay. Sən ürəyini sür. Ay, Bu da bir sənin. dayandan ha. Yox, tuturam da dart. Yox, mən istəyirəm ağzımla belə götürüm. Yo yo yo. Çöpdən. Yox, bunu Necə? tut dart. Yaxşı, onu da gözlə. Bayaq sən verdin, indi mən sağ. Ay. Küsmə küsmə. Nə qədər teldim sənin atın. Gördün? Keçək. Dadı nətərdir? Kalbarı. Sən deyin. Zor, sən iyrəndiyin nəsə yemək yoxdur. Hazırda deyəsən. Kalmarın çöp şişi. Mən başlamaram da buna. İyisinə bax bir dənə. Nə varsa? Deyirəm, arlaqatka düzəldir bu. Abi gözlə bir dəqiqə. Çıxartmağa görə deyirsən? Narahat olma. Mən inanıram ki, sən bu ikisini yeyəsən. Yo 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 yo. Sən o baxışından bildin. Elə bir şey yoxdur. Mən iyisindən Bu kalmardır, fərqli soslarda hazırlanır və çöp şişdə də Bu pişib. sousdur burada olan. Ha, sosdur. Yox, yox da. Bəlkə də dadlı deyil, bilmirəm ki. Mən yeməmişəm. Bismillah. bu pişib. Əlbəttə pişib, kababdır. Nə oldu? Bu nəsə
Ay, bu nədir bilmirəm. Başladıq yenə. Ay. Dadı necə idi? Belə də. Nə hiss etdiniz? Nə dadı verdi sizə? Kalmarın dadını ala bildin? Biraz. Sabina ud. Sabina bax da dadına. Sabina sən əskəriyə geçsəydin, oranın ən çepeşnik əskər sən olacaqdın. Əskəriyə geçsəydin, ən çepeşnik əskər sən olacaqdın. Nədir? Ud da. I nədir? İşarə dilini başa düşə bilmirəm mən. Yeyə bilmədiniz. Udmaq mümkün deyil, o qədər pis dadı. Bu pişmik deyəsən. Doğrudan bu pişmiş deyil, Bu qaynadılmış deyil. kababdır, kalmarın kababıdır. Bu kebabı yox, bu kebab eləməyiblər bunlar. Çöp şiş. Yox, kebab eləməyiblər. Yeyirsən birində, hə? Məndə xoşuma gəlmədi. Ye də birində Elmir. Yox, Dadından xoşun gəlmədi. Yox, gəlmədi. Bu bir sənətədir, bu bişirməyiblər. Kadra göstər. Aha, Bunu qızartmayıblar, yəni kebab kimi qızartmayıblar. neçə idi? Çiğ kimi də nədir? 100 oturubdur. Qaytararsan da bilməm. Bir dənə zəhmət olmasa paket olar götürək qızar qaytarmaq istəyir. Zar nə oldu sənə? Ət deyirdin, bu da ətdir də. Nə oldu? Dəniz məhsuludur, bu da ətdə dənizdə yaşayan heyvan. Zar nə baş verir? Bu yoxsa meymun əti? Bunu yeyərsən yoxsa meymun ətini? Meymun əti. Bütün gün arxada oturub deyinirsən. İndi gördün nətərdir vəziyyət? Dadlıdır. Yalan deyirsən. Özüm sənə xoşluq eləyəcək. Çünki sən də mənim kimi zövqsüzsən. Ağız adımızı bilmirik. Amma Zarfaz bir söz deyim. Xoşuma gəldi. Zarfaz xoşuma gəldi. Sizin də zövqü eynidir. Allah haqqı. Nuş olsun. O sousdan keşinkidir. Ha, bu çubuğu da yeyəcək indi həvəslə. Bir Zarfaz. Yox, yox. Xoşuma gəlmədi. Yox, xoşum gəldi amma sən ye. Sənin könlün xoş olsun, mən zülməsin. Neçə bal verirsiniz buna Eşən bəy? Buna 8 verərəm. Məncə dadlıydı bu. Məncə də dadlı idi. Sən neçə bal verirsən? 10 bal verirəm mən. Etdi. Yapon mətbəxində səncə bu günün sənə görə ən ləziz yeməyi hansı oldu? Birinci nə idi? Hansı? O O nə idi? udon ərişdəsi. Hə. Udon. Udon. O hardan çıxdı? Udon. Hə, oya vurğu düşürdü. O ağlımda qaldı. O belə. O Nuş olsun. dadlıydım. Buna neçə bal verdiniz? Bunun sadəcə bu qədər düzməyinə, əziyyətinə bir bal verək. Zar neçə bal verirsən? Bir dənə bal ver. 1 minut. Bir xal. Bir xal. Hiləsi deyil. Heç yerəsi deyil. Heç. Mən 2 verirəm ki, o birisine fərqlənsin.